Bəlkə də gənclərin içərisində daha çox Azərbaycan gəncliyinin avanqardı hesab olunan, onun əsas aparıcı qüvvəsi, novator hiddəti hesab olunan intellektual gəncliyə düşür. Çünki əsasən elmin əsas aparıcı qüvvəsi onlardır. Məlum olduğu kimi, həm ümumdünya elm günü, həm də başqa xalqlarda, ölkələrdə elm günü müxtəlif bir-birindən fərqli hadisələrə həsr olunur və müxtəlif fərqli tarixləri əhatə edir. Məsələn, 10 noyabr İnşaat naminə Beynəlxalq Elm Günü 1999-cu ildə keçirilən, hansısa bir beynəlxalq konferansın təsadüfi adından götürülmüşdür. Və yaxud dünyada elə ölkələr var ki, orada elm günü hansısa məşhur kəşflərin tarixindən götürülür. Məsələn, Hindistanda belədir. Elə ölkələr vardır ki, hansısa çox məşhur bir alimin doğum tarixindən əsas götürülürlər. Azərbaycanda sizə də məlum olduğu kimi, Cənab Prezidentin İlham Əliyevin sərəncamı əsasında məhz 27 mart Azərbaycan Milli Elmlər Akademiyasının 1945-ci ildə təsis olunduğu tarix elm günü kimi təsdiq olunmuşdur. Və bu heç də təsadüfi deyildir. Bunun əsas səbəbi odur ki, Azərbaycan Milli Elmlər Akademiyası 20-ci əsrdə o dövrdədir ki, artıq dövlətlərin, ayrı-ayrı sivilizasiyalarının inkişafı bilavasitə elmi-texniki inqilabdan, tərəqqidən asılı idi. Həmin dövrdə qədim və zəngin ənənələrə malik olan Azərbaycan xalqının elmi potensialının formalaşmasında, Azərbaycanda elmi potensialının formalaşaraq, ümumiyyətlə sosial tərəqqinin, sənayenin, mədəniyyətin, bütün sosial təhqiqatların inkişafında iştirak etməsində müstəsna rol oynamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının ümumən Azərbaycan xalqının 20-ci əsr tarixindəki oynadığı rolu yalnız elmin, mədəniyyətin inkişafı ilə məhdudlaşdırmaq rolu olmazdır. Bütövlükdə Respublikada, Azərbaycanda sosial tərəqqinin inkişafında müstəsna rol oynamışdır. Siz hamınız yaxşı bilirsiniz ki, əziz gənclik, akademiyanın tarixi ilə bağlı, akademiyanın xalqımızın sosial tərəqqisindəki xidmətləri ilə bağlı, onun müxtəlif dövrlərdə, xüsusən ümumilli Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Elmlər Akademiyasının intibah mərhələsi ilə bağlı çoxsaylı məqalələr yazılır, kitablar yazılır, çıxışlar edilir. Akademiyanın tarixi daim əsas olaraq götürülür. Və hesab edirik ki, belə yanaşma akademiyanın tarixinə, bu şəkildə yanaşma özündə müsbət və mənfi mənada akademiyanın antikvarlaşdırılmasını əhatə edir, etibar edir. Müsbət mənada o mənada ki, antikvarlaşma ümumən tarixi keçmişin dəyərə çevrilməsidir. Azərbaycan Milli Elmlər Akademiyası da xalqımızın milli mənəvi dəyəridir. Mənfi mənada o mənada ki, tarixə müraciət edərkən antikvar muzey eksponatıdır və müəyyən mənada funksionallıqdan məhrumdur. Ona görə də akademiyanın tarixi ilə bağlı danışılarkən, akademiyanın tarixinə müraciət edilərkən, onun keçmişi ilə bugün arasındakı əlaqə daim diqqət mərkəzində saxlanılmalıdır. Məşhur Nobel mükafatı laureatı Albert Camus'un tarixə aid çox maraqlı bir fikri var. O deyir ki, bəzi hallarda tarix gələcək üçün müəllim olmaqdan qalır və bütə çevrilir. Elə bir bütə ki, daim özünə gətirib qurbanlar verməyi tələb etmiş olur. Camus'un da bu fikrindən yanaşsa, onda belə məlum olur ki, ümumən tarixə münasibətdə və eyni zamanda bilim kontekstdə, akademiyanın tarixinə münasibətdə deməli, ikili münasibət var. Birinci münasibət ondan ibarətdir ki, Azərbaycan Milli Elmlər Akademiyası tarixə münasibətdə dəyərdir. İkinci ondan ibarətdir ki, həmin bu dəyər funksional olaraq bugünün və gələcəyin də formalaşmasında iştirak etmiş olur. Və Azərbaycan Milli Elmlər Akademiyasına birinci yanaşma, dialektik yanaşmanı, skolastik yanaşmanı, ikinci yanaşma isə dialektik yanaşmanı özündə etibar etmiş olur.
Yəni bir akademiyadan danışarkən onun mütləq şəkildə bugünlə əlaqələndirilməsini ön plana çəkməliyik. Bir də bilirik ki, həm Azərbaycan xalqının tarixi taleyində oynadığı rol baxımından, sosial tərəfdə oynadığı müstəsna rol baxımından, günkü elm günündə həm də nəzərə alsaq ki, kütləvi informasiya vasitələrində akademiya ilə bağlı müəyyən mövqelərin olduğu bir dövrdə ilk növbədə belə bir suala cavab verməliyik ki, ümumiyyətlə akademiya nədir? Sual ilk baxışdan son dərəcə primitiv təsir bağışlayır və adi təsir bağışlayır. Amma mən onu qeyd etmək istəyirəm ki, nədir sual əvəzliyi ilə qurulan cümlələr bəlkə də dünyanın ən mürəkkəb suallarıdır o mənada ki, birbaşa fəlsəfi baxımdan şeyin müəyyənlik keyfiyyətinin müəyyənləşməsinə, müəyyənlik keyfiyyətinin aydınlaşmasına xidmət etmiş olur. Məsələn, burada iştirak edən gənclərimizdir. Mən bu sualı müəyyən mənada biraz da açıq şəkildə qoyuram. Akademiya sizin üçün nədir? Məsələn, deyək ki, bir akademiya şəhərliyinin bağının içərisində dayanırıq. Üzümüz akademiyanın binasına doğru, Bakı şəhərinin son dərəcə gözəl memarlıq abidələrindən birinə baxıb deyirik, bax bu akademiyadır. Bu akademiyadır dediyimiz bina akademiyadır mı? Əslində akademiya deyil. O, çünki akademiyanın daxilindəki elmi personalı, oradakı ümumiyyətlə avadanlıqları başqa bir binaya köçürsək, onda biz deyə bilərik ki, o akademiyadır. Artıq bu akademiya olmaz. Onda belə çıxır ki, akademiya onun daxilində olan elmi personaldan, akademik heyətdən ibarətdir. Onda xəyali olaraq belə bir vəziyyət təsəvvür edək. Bütün akademik heyəti ən ucqar bir dağ kəndinə yığırıq. Və bu halda biz deyə bilirikmi ki, bura akademiyadır. O halda biz onu yenə də deyə bilmirik. Çünki artıq orada həmin alimlərin, elmi heyətin fəaliyyətinin təşkili məsələləri yoxdur. Deməli, akademiya həm də onu təşkil edən elmi personaldan ibarətdir. Bəlkə akademiyanın binasındakı kitablardan, avadanlıqlardan, oradakı qurğulardan, cihazlardan ibarətdir. Personalsız, alimsiz fəaliyyətdir, həmin cihazların da heç bir mənası yoxdur. Yəni, görüldüyü kimi, heç bir maddi daşıyıcını biz akademiya adlandıra bilmirik. Və sonda akademiya nədir? Elmi personal deyil, akademiyanın binası deyil, avadanlıq deyil. Akademiya nədir? Bu sualı vaxtı ilə Rus akademik alimi Styotin Moskva Dövlət Universiteti haqqında. Yəni, bu bizim özümüzün yanaşmamız deyil, bu da biraz belə tırnaq arası deyək ki, plagiat vardır. Styotin Moskva Dövlət Universiteti haqqında bu sualları verir. Bizim əslində oradan transformasiya etmişik ki, Azərbaycan Milli Elmlər Akademiyası onda nədir? Azərbaycan Milli Elmlər Akademiyasının nə olduğunu anlamaq üçün mütləq Vernadskinin kumatoid anlayışı var. Elmə daxil etdiyi kumatoid anlayışı. Onu anlamaq və başa düşmək lazımdır. Kumatoid o varlıqlara deyilir ki, onların maddi tərkibi dəyişir, amma funksional strukturu dəyişmir. Funksional struktur ayrı-ayrı maddi daşıyıcılarda təcəssüm olunur, amma bütövlükdə həmin maddi daşıyıcılardan heç biri həmin funksional strukturun özü ilə eyniləşdirilə bilmir. Bu yanaşmadan çıxış etmək görərək ki, akademiya maddi dəyər olmaqdan daha çox akademiya bir ideyadır. Akademiya bir funksional strukturdur. Onun bütün mahiyyəti məhz funksionallığında ifadə olunmuşdur. Akademiyanın bütün mahiyyəti funksional. Əgər orada alimlərin fəaliyyəti yoxdursa, dediyimiz binada, avadanlıqlarda, kitablarda, elmi personal da, doktorantlar da qarşılıqlı bir proqramın, həyata keçirilən bir funksional işin tərkib hissəsi kimi bir-biri ilə qarşılıqlı əlaqədə olmurlarsa, onda onların akademiya kimi bəhs etmək mümkün deyildir. Bax, akademiyanın əsas mahiyyətinin onun funksionallığında olduğunu biləndən sonra
Bir yerindən qayıdaq əvvəl müəyyənləşdirdiyimiz iki suala. Akademiyaya yanaşmada dialektik yanaşma və akademiyaya yanaşmada skolastik yanaşma. Biz akademiyadan ilk kimi bəhs edəndə, muzey eksponatı kimi bəhs edəndə, keçmiş kimi bəhs edəndə bu skolastik yanaşma olur. Biz akademiyadan kumatoid Latin dilində dalğa deməkdir. Kumatoid kimi, yəni maddi daşıyıcılarda təcəssüm olunan funksional ideya kimi bəhs etdikdə, bu akademiyanın varlığına dialektik yanaşma olur. İndi akademiyanın tarixinə və bugününə dialektik aspektdən dialektik yanaşaraq müəyyənləşdirməyə çalışaq. Akademiya tarixi baxımından funksional olaraq Azərbaycan xalqının tarixi taleyində hansı funksiyanı yerinə yetirmişdir və bugün hansı funksiyanı yerinə yetirməkdədir. Bunun üçün Azərbaycanda 19-cu əsrin ikinci yarısından akademiyanın yarandığı 20-ci əsrin birinci yarısına qədər olduğu dövrdə müəyyən sosial, siyasi, mədəni, kulturoloji, ideoloji proseslərin kontekstində dəyərləndirmə tələb olunur. Çünki akademiyanın yaranmasına gətirib çıxaran tarixi kulturoloji şərait öz əsasını 19-cu əsrin ikinci yarısından götürür. Nə baş verir o dövrdə? 19-cu əsrin ikinci yarısından sonra Azərbaycan milli dialog elitasını təşkil edən bir sıra görkəmli alimlərin, ideologların, dramatiklərin, şairlərin, yazıçıların yaradıcılığında milli kimlik axtarışları sürətlənməyə başlayır. Və bu milli kimlik axtarışları tədricən formalaşır və nəhayət artıq 20-ci əsrin əvvəllərində bu axtarışlar bir vulkan püskürməsi kimi Azərbaycan Xalq Cumhuriyyətini meydana çıxartmış olur. Azərbaycan Xalq Cumhuriyyətini. Əslində Azərbaycan Xalq Cumhuriyyəti də bir sosial kumatoid idi. Yəni ideyanın maddi təcəssümdə əks olunması anlayışı deməkdir. Və bu Azərbaycançılıq ideologiyası 20-ci əsrin ikinci yarısından ta akademiya yarandığı dövrə qədər sizlərə yaxşı məlumdur. Çünki əksəriyyətinin ictimai humanitar elm sahəsində çalışan alimlərimizdir, gənc alimlərimizdir. İfrat türkçülük, ifrat qərbçilik və ifrat islamçılıq dəfələrlə akademiya yarandığı dövrə qədər dəfələrlə Azərbaycançılıq ideologiyasının alternativi olaraq çıxış etmişdir. Lakin heç bir halda normativləşməyə nail ola bilməmişdir. İfratdan təmizlənən türkçülük, qərbçilik və islamçılıq Azərbaycançılıq ideologiyasının əsası kimi formalaşmışdır. Və Azərbaycançılıq ideologiyası Azərbaycana 3 dövlət bəxşələmişdir. Birincisi Azərbaycan Xalq Cumhuriyyəti, ikincisi Azərbaycan Sovet Sosialist Respublikası, üçüncüsü isə evə-evə yaşadığımız müstəqil Azərbaycan Respublikası. Akademiyanın Sovet hakimiyyəti illərində 45-ci ildə yaranmasına baxmayaraq, bir sosial yaddaş mexanizmi olaraq Azərbaycan xalqının tarixi taleyindəki ən böyük xidməti biz hesab edirik ki, Azərbaycan Xalq Cumhuriyyətinə məxsus olan Milli Azərbaycan ideologiyasını və Azərbaycan obrazını elmi formulovkada Sovet hakimiyyətinin qanlı qadalı illərindən keçirərək müstəqil Azərbaycan Respublikasının yaranmasının ideya əsaslarına ötürə bilməsi olmuşdur. Sizə yaxşı məlumdursa, Azərbaycan Milli Elmlər Akademiyasının əsasında tədqiq və təsəvvür cəmiyyəti dayanır. 1923-cü ildə yaranan tədqiq və təsəvvür cəmiyyəti Azərbaycanı öyrənmə cəmiyyəti idi. Bunun bir elmi qurum olaraq əsas hədəfi Azərbaycanı öyrənməkdir. Azərbaycanın tarixini, dilini, mədəniyyətini, folklorunu, arxeologiyasını, etnografiyasını, milli xarakteri və s. və ilaxıra. Deməli, tədqiq və təsəvvür cəmiyyəti bütövlükdə bir Azərbaycan şünaslıq mərkəzi kimi formalaşmışdır. Və Azərbaycanı öyrənən tədqiq və təsəvvür cəmiyyəti akademiyanın əsasında dayanaraq 45-ci ildə akademiyada yarandıqdan sonra
Artıq Sovet hakimiyyəti illərinə qədər formalaşmış Azərbaycan obrazının məhv olmaması üçün Sovet hakimiyyəti illərində ideologiyanın imkan verdiyi səviyyədə akademiya fəaliyyət göstərdi. Xüsusən artıq Sovet hakimiyyəti illərində 70-80-ci illərdə ümumilli liderliklər Azərbaycanda hakimiyyətə gəldikdən sonra bu istiqamətlər daha da güclənməyə başladı. Dildə, ədəbiyyatda, mədəniyyətdə, fəlsəfədə milli ideyaların geniş şəkildə inkişaf tapması üçün imkan yarandı və bu ideyaların daşıyıcısı olan ideallar dövlət tərəfindən mümkün olan və hətta bəzi hallarda mümkün olmayan imkanlar daxilində müdafiə olundu və həqiqi mənada 20-ci əsrdə Azərbaycan obrazının, belə deyək, Azərbaycan mədəni mənəvi universumunun formalaşmasında akademiyanın xidmətləri ilə müqayisə oluna biləcək digər bir qurum təsəvvür etmək mümkün deyildir. Belə müəyyənləşdiriblər ki, ümumiyyətlə, dövlətçilikdə müstəqilliklə, ideologiyada millilik bir-biri ilə düz mütənasibdir. Əgər hər hansı bir ideologiyada milliliyin səviyyəsi çoxdursa, dövlətin təhlükəsizliyi və müstəqilliyi bir o qədər qaranlıq olunmuş olur. Və akademiyada da uzun illər ərzində Azərbaycançılıq ideologiyasının formalaşması, qorunması, inkişafı sahəsində milli ideologiyanın qorunmasında, mədəniyyətin, dilin, ədəbiyyatın inkişafında son dərəcə müstəsna rol oynamışdır. Bu akademiyanın Azərbaycan xalqının tarixi taleyində oynadığı rola dialektik baxış. Bəs bugün vəziyyət necədir? Azərbaycan Milli Elmlər Akademiyası yenə də fəaliyyət göstərməkdədir. Bayaq qeyd etdiyimiz kimi okumatoidlər, maddi daşıyıcılar dəyişmiş olsa da, Azərbaycan Milli Elmlər Akademiyası bir ideya funksionallığı etibarilə, strukturu etibarilə öz fəaliyyətini davam etdirməkdədir. Müasir dövrünə dialektik yanaşdıqda Azərbaycan Milli Elmlər Akademiyasının onu deyə bilərik ki, 2022-ci ildə Cənab Prezidentin sərəncamı əsasında Respublikada elm və təhsil sahəsində strukturun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul olundu. Bu, akademiyanın bu dövrə qədərki fəaliyyətini və bundan sonraki fəaliyyətini demək olar ki, yeni mərhələyə keçməsinə səbəb oldu. Burada əsas məzmun, mahiyyət, dəyişiklik Azərbaycan Milli Elmlər Akademiyasının bir Azərbaycan şünaslıq mərkəzi kimi daha da gücləndirilməsinə xidmət edilməsi olmuşdur. Son 3-4 il ərzində akademik İsa Həbibəylinin rəhbərliyi ilə həyata keçirilən çox şaxəli islahatlar nəticəsində akademiyanın yeni mərhələdə qarşısına qoyulan hədəfləri müəyyənləşdirilməsi üçün və o islahatların tədbirlərinin həyata keçirilməsi üçün aktiv olaraq ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bunların siz artıq müasir dövrdə əksəriyyətini özünüz bu ideyaların fəal iştirakçısıdır. Mən bir məqama toxunmaq istəyirəm bu məsələ ilə bağlı. Məsələn, siz də tez-tez rast gəlirsiniz mətbuat səhifələrində, hətta bəzən ən peşəkar mütəxəssislər səviyyəsində səslənir ki, Azərbaycanda elmin inkişafında müəyyən problemlər var. Azərbaycan Milli Elmlər Akademiyası bu barədə nə düşünür? Məsələn, ümumən dünya elminin çağırışları ilə müqayisədə bəzi məsələlər var. Azərbaycan Elmlər Akademiyasında görəsən bu barədə fikir nədən ibarətdir? 2022-ci ildə Cənab Prezidentin sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyasından Respublika üzrə elmi fəaliyyətin təşkili və koordinasiyası funksiyası alınmış, Elm və Təhsil Nazirliyinə verilmiş, artıq 4 il tamam olmağına bir o qədər də çox vaxt qalmamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının qarşısına isə ictimai humanitar elmlərin inkişaf etdirilməsi, Azərbaycan şünaslıq mərkəzi kimi formalaşması, dövlət ideologiyasının inkişafı, dilin, tarixin, mədəniyyətin, arxeologiyanın, fəlsəfənin, incəsənətin inkişafı əsas hədəf olaraq qoyulmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının 2023-cü ildə tətbiq olunan nizamnaməsində yazılır ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika üzrə elmi fəaliyyətin həyata keçirilməsində iştirak edir. Amma bütövlükdə koordinasiya funksiyası, rəhbərlik funksiyası, dövlət siyasətinin həyata keçirilməsi funksiyası Elm və Təhsil Nazirliyindədir. Amma buna baxmayaraq, uzun illər ərzindəki akademiya Respublikada elmi fəaliyyətinin koordinasiyasının həyata keçirən baş qurum olubdur. De jure sənəd üzərində rəsmi olaraq akademiyanın elmə cavabdehliyi olmadığı halda şuurlarda, təkəbbürlərdə, hətta kütləvi səviyyədə yox, peşəkar səviyyədə, milli məclisin deputatları səviyyəsində, elmi fəaliyyətin ekspertizası ilə məşğul olan adamların səviyyəsində, akademiya bütövlükdə Respublika elminə cavabdeh qurum statusunda qalır. Vaxt da az keçmir, həddindən artıq deməli, 4 ilə yaxın müddət var. İndi mətbuat səhifələrində desələr ki, Azərbaycanda elmin son dərəcə yüksək səviyyədə iştirak edir, eşq olsun Azərbaycan Milli Elmlər Akademiyasına, heç bir o qədər adam narahat etməz bu məsələ. Məsələ ondan ibarətdir ki, məhz o kontekstdən çıxarılır ki, Azərbaycanda sanki akademiya, bax, mən bu məsələni nəyə görə deyirəm? Biz bunu rəyasət heyətində müzakirə edirik. Bunun ictimailəşdirilməsinə, artıq tarixi akademiyanın funksional strukturu ilə, 2023-cü ildən sonraki akademiyanın funksional strukturu ilə, ondan doğan hədəflər arasında çoxlu fərqlərin olmasını ictimailəşdirilməsinə ehtiyac vardır. Məsələn, mən bu yaxında çox hörmətli bir ziyalımızın, hətta deyək ki, birbaşa təhsilin inkişafına aidiyyəti olan bir şəxsin müsahibəsini oxudum. Təxminən oradan belə cümlələr keçirdi. Dünyada mövcud olan innovasiyalar, yeni texnologiyalar, yeni avadanlıqlar və sürətlə dəyişir. Amma Azərbaycan Milli Elmlər Akademiyasında bu barədə qətiyyən məlumat yoxdur. Azərbaycan Milli Elmlər Akademiyasının büdcəsi artırılmalıdır ki, bu məsələlərlə məşğul olsun. Və adamda qəribə sual yaranır. Sanki həmin şəxs hələ də bilmir ki, Azərbaycan Milli Elmlər Akademiyası artıq innovasiyaların tətbiqi, sənayeyə tətbiq məsələləri, cihazlar, texnologiyaların inkişafı və digər məsələlərə düzdür, iştirak edir. Bu istiqamətdə bizdə bölmələr fəaliyyət göstərir. Amma əsas hədəf dildir, tarixdir, ədəbiyyatdır, mədəniyyətdir. Tamamilə haqlıq ola bilər, desinlər ki, tarix sahəsində konseptual olaraq filan məsələyə yanaşma yanlışdır. Azərbaycan Milli Elmlər Akademiyasına hara baxır. Bu daha doğru yanaşma olmuş olar. Bu məsələnin də deməkdə məqsədimiz ondan ibarətdir ki, bu məsələnin ictimailəşməsi, o ictimai şuurdan, təsəvvürdən, xüsusən kütləvi informasiya vasitələrində buna biz tez-tez rast gəlirik. Yəni, hər bir kəs bu istiqamətdə maarifləndirmə işi aparsa yaxşı olar. Mən biraz çox danışdım. Deməli, gənclərlə, indi bilim dövrün gənclərindən fərqli olaraq, indinin gəncliyi daha çox pragmatikdir, daha çox rasionaldır. Bənmə etiraf edək ki, biz biraz sizlərlə müqayisədə romantik olmuşuz. Elmə yanaşmaya da münasibətdə, elmi fəaliyyət sahəsinə gələndə də biraz romantiklik bizdə daha çox olubdur. İndi vəziyyət müasir sosial gerçəklik belədir ki, gəncliyin qarşısında alternativlər və seçimlər var. Sürətli varlanma hekayələri var, dəbdəbəli həyat görünüşləri var, bloger estetikaları həddindən artıq çox cəmiyyəti başına sarıqdır, bunlar var. Və bir tərəfdə də illərlə arxivlərdə, toz içində ağır tədqiqat, qeyri-müəyyən maliyyələşmə və bir o qədər də deməli, təminatlı olmayan həyat şəraiti. Belə bir şəraitdə pragmatik olan Azərbaycan gəncliyindən elmi fəaliyyətlə məşğul olmağın əhəmiyyətinin anladılması məsələləri biraz burada problem yaratmış olur. Yəni, biz başa düşürük ki, gerçəkliyin bundan ibarətdir. Amma bütün bunlara baxmayaraq, elmin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilməkdədir. İndi elmlə o şəxslər məşğul olurlar ki, artıq onların elmə səmimi
bir sevgiləri olmuş olsun, daxildən gələn bir eşqləri olmuş olsun, elmlə məşğul olan əsas bundan ibarət olur. Bütün çətinliklərə baxmayaraq, mən inanıram ki, Azərbaycan gəncliyi özünü müasir dövrün tələbləri təbiətində kadr kimi yetişdirmək üçün çalışmalıdır, özlərində işləməlidir, xarici dil bilikləri son dərəcə vacibdir. Xüsusən ictimai humanitar elm sahələrinin nümayəndələri üçün İKT-nin sürətli inkişafı ilə bağlı bütün elm sahələrində metodologiyalar dəyişibdir. Yəni, artıq İKT formal, texniki səviyyədə təsir etmir. Elmin alətlərinə metodoloji səviyyədə. Məsələn, mənim məşğul olduğum folklorşünaslıq sahəsində artıq internet folkloru sanki sosial mühitdən sürətlə internet mühitinə keçir və biz o alətləri, həmin yeni metodologiyaları mənimsəməyə məcburuq. Mənim belə bir tövsiyə bilmirəm, nə dərəcədə mənəvi haqqımız var deməyə, yoxsa deməməyə. O, İKT-nin inkişafı ilə bağlı metodologiya məsələlərinin dəyişməsinə ciddi fikir vermək lazımdır. Rəqəmsal səriştələrin inkişaf etdirilməsinə ciddi fikir vermək lazımdır. Sözümün sonunda onu demək istəyirəm ki, deyirlər, bütün sevgilər gənclikdə olduğu kimi, elmə ehtiraslı bir eşq də gənclikdən başlayır. Mən fiziki mənada insana verilən ömrün mənalandırılması üçün, onun dəyərə çevrilməsi üçün hamınıza belə bir elm eşqi arzulayıram. Bayramınız mübarək olsun.